Xərçəng diaqnozu qoyulan bir xəstəyə ilk cümləniz nə olur? Burada xəstənin yaşı, cinsi, ruh halı, təhsil səviyyəsi çox önəmlidir. Amma birinci vurğulamağa çalışdığım məqsəd odur ki, bu son deyil. Bu həqiqətən son deyil. Bu diaqnozla müalicəyə tam cavab verib, tam qalib gəlmiş şəxslər var. Yaxşı örnəkləri önə çəkməyə çalışıram. Həyatın mübarizə olduğunu dəfələrlə vurğulamağa çalışıram. Özünə və həkimə, müasir tibbə güvənərək çox yaxşı nəticə ala biləcəyinə ümidini dəstəkləyirəm və ola biləcək pis ehtimalların bəzən qaçınılmaz olduğunu deyirəm. Yəni sadəcə yaxşı tərəfi deyil də pis tərəfi də göstərməyə çalışıram və bu ikisi arasındakı nazik balanslı yolu getməkdə xəstəyə dəstək olacaq motivasiya edici cümlələrlə başlamaq istəyirəm ki, heç bir insan ümidini itirməsin. Xərçəng çünki son deyil. Həqiqətən də doğru dəstəklə xərçənglə də yaşamağı öyrənmək olur. Xərçəngə qalib gəlmək də mümkündür. Yetər ki, zamanında həkimə müraciət etsinlər. Çünki bu boşuna söz deyil. Erkən diaqnoz həyat qurtarır.